Salam uşaqlar, bugün mən sizlərlə cümlənin məqsəd və intonasiya görünürləri və şəxsi görünürləri haqqında danışacağım. Onlar haqqında məlumat verəcəm. İlk olaraq cümlənin növləri haqqında danışmamışdan öncə cümlənin nə olduğunu bilək. Bitmiş fikir ifadə edən söz və ya söz birləşmələrinə cümlə deyilir. Yəni cümlə həm sözlərdən, həm də söz birləşmələrindən ibarət ola bilər. Və mütləq fikir intonasiya bitkinliyi olmalıdır. Misal üçün, tutaq ki, mən dünən belə bir cümlə yazdım. Nə edirdi? Yağırdı. Nə? Yağış. Yağış yağırdı nə zaman? Mən dünən kəndə gedəndə. Özüm elə cümlə yazdım ki, orada həm sözlər, həm də söz birləşmələri olsun. Qeyd etdim ki, burada zərflik, feili bağlama tərkibi də ifadə olunmuşdur. Yəni cümlənin qurulmasında həm söz birləşmələri, həm sözlər rol oynayır. Cümlə müxtəlif məqsədlər üçün işlədilə bilər. Hər hansı bir məlumat verilə bilər, hər hansı bir şey əmr edilə bilər və yaxud da hansısa bir suala cavab axtara bilərik və yaxud da xüsusi bir hiss həyəcanla deyilə bilər. Buna görə cümlənin məqsəd və intonasiya görünürləri əmələ gəlir. Məqsəd və intonasiya görünürlərinin əmələ gəlməmişdən qabaq onu qeyd edim ki, cümlə deməli cümlənin əsasını onun mübtədası və xəbəri təşkil edir. Biz bəzən mübtəda və xəbərə qrammatik əsaslar da deyirik. Siz indi uşaqlar testlərdə rastınıza tez-tez çıxacaq. Məsəl üçün cümlənin qrammatik əsasını tapın və yaxud da filan tutaq ki, nitq hissəsindən ifadə olunmuş qrammatik əsasları tapın və sair tipli testlər çıxacaq. Yəni qrammatik əsas deyiləndə mübtəda və xəbər nəzərdə tutulur. Bəzən uşaqlar qrammatik əsas deyəndə çəşib qalırlar ki, qrammatik əsas nədir? Cümlələrin quruluşu daha doğrusu iki növü var. Sadə cümlələr və mürəkkəb cümlələr. Yalnız bir qrammatik əsasdan ibarət olan cümlələrə sadə, iki və daha artıq qrammatik əsasdan ibarət olan cümlələrə isə deməli mürəkkəb cümlələr deyilir. Qrammatik əsası yalnız xəbərdən və yaxud da yalnız mübtədadan ibarət olan cümlələr də ola bilər. Yəni şərt deyil ki, bir cümlədə yalnız mütləq şəkildə mübtədanla xəbər hər ikisi də eyni zamanda iştirak etsin. Biz köməkçi nitq hissələri haqqında belə bir fikir ifadə etmişdik ki, köməkçi nitq hissələri leksik mənası olmur, cümlə özü olmur, suala cavab bilmir. Amma bəzi köməkçi nitq hissələri var ki, nidalardır, ədətlər və modal sözlər var ki, onlar söz cümlə kimi, yəni sırf köməkçi nitq hissəsindən ibarət olan cümlələr yaradırlar. Belə cümlələrə söz cümlələr deyilir. Biz cümlənin şəxsi görünürlərini keçdikdən sonra adlıq və söz cümlələr haqqında məlumat verəndə orada həmin köməkçi nitq hissələri haqqında geniş məlumat verəcək. İndi isə məqsəd və intonasiyaya görə cümlənin növləri haqqında sizə danışım. Bayaq da qeyd etdiyim kimi, müxtəlif məqsədlərlə biz cümlələrdən istifadə edirik. Buna görə də cümlənin məqsəd və intonasiyaya görə 4 növü yaranmış olur. Birinci cümlə növü nəqli cümlədir. Dilimizdə ən çox istifadə etdiyimiz cümlələr nəqli cümlələrdir. Nəqli cümlələr adi intonasiya ilə deyilən cümlələrdir. Hər hansı bir iş haqqında məlumat vermək məqsədilə işlədilir. Nəqli cümlələr digərlərindən qeyd etdiyim kimi daha çoxdur. Nəqli cümlələrin sonunda daha çox nöqtə işarəsi, bəzən də biz nöqtəli vergül və yaxud da 3 nöqtə işarəsindən də istifadə edə bilərik. Sual cümləsi. Sual cümlələri müxtəlif məqsədlərlə işlədilə bilər. Daha çox iki məqsədlə işlədilir. Hər hansı bir məlumatı əldə etmək məqsədi ilə, bir də əlimizdə olan məlumatı dəqiqləşdirmək məqsədi. Qeyd etdiyimiz kimi sual cümlələri dediyimiz kimi iki məqsədlə işlədilir. Ya əldə olan məlumatı dəqiqləşdirmək, ya da ki, hər hansı bir məlumat əldə etmək məqsədidir. Sual cümlələri ümumiyyətlə müxtəlif yollarla yarana bilər. Birinci yolla sual əvəzliklər vasitəsilə. Sual əvəzlikləri də sual cümlə. Misal üçün, sənin neçə yaşın var? Tutaq ki, sənin burada neçə sual əvəzidir. İkinci sual ədədlərinin köməyi ilə biz ədədləri keçəndə dedik ki, bəs, mı, yəni
məgər və sair kimi sual ədatlarından istifadə olunur. Misal üçün, tutaq sən gəldinmi? Sual ədatının köməyi ilə və intonasiyanın köməyi ilə tutaq deyirəm, sən gələcəksən. Burada isə nə sual əvəzli, nə də sual ədatı iştirak etmir. İntonasiya ilə biz sual məzmunu yaratmış oluruq. Sual cümlələrinin sonunda sual işarəsindən istifadə olunur. Elə cümlələr də var ki, onlarda həm sual əvəzliklərindən, həm də sual ədatlarından bir yerdə, hər ikisindən də istifadə olunur. Belə cümlələrə biz kompleks sual cümlələri deyirik. Kompleks sual cümlələri deyirik. Yəni həm sual ədatının, həm də sual əvəzinin. Bəs sən nə vaxt gələcəksən? Tutaq bir belə cümlə qursa, nə vaxt sual əvəzi, bəs isə sual ədatı olmuş olacaq. Elə cümlələr də var ki, onlar biz cavab almaq məqsədi ilə işlətmirik. Belə cümlələrə ritorik sual və yaxud da bədii sual deyirik. Ritorik. Bunu biz ədəbiyyatda da keçiririk uşaqlar. Ritorik sual, yəni fikrin təsir gücünü artırmağa xidmət edir. Burada cavab almaq məqsədilə işlədilmir. Misal üçün, ən çox biz istifadə edirik bədii ədəbiyyat nümunələrində, yəni cavab almaq məqsədilə yox, fikrin təsir gücünü artırmaq məqsədilə işlədilən cümlələrə biz ritorik sual cümləsi deyirik. Lakin elə sual cümlələri var ki, sual veririk, amma cavabını almırıq. Tutaq mən deyirəm ki, sən nə vaxt gələcəksən? Belə bir sual işlətdim, amma cavabını vermirlərsə, uşaqlar cavabı verilməyibsə mətndə, onda ritorik sual götürülür. Amma yadda saxlamaq lazımdır ki, cavabı mətndə verilməsə belə, əgər bizim məqsədimiz suala cavab almaqdırsa, həmin sual cümləsi adi sual cümləsi olacaq. Yox, fikrin təsir gücünü artırmağa xidmət edəcəksə, belə cümləyə biz ritorik sual cümləsi deyəcəyik. Əmr cümlələri, əmr, xahiş, arzu, istək, məsləhət, nəsihət, öyüd, xahiş məzmunu ifadə edən cümlələrdir. Əmr cümlələrinin qrammatik göstəricisi feilin əmr şəklidir. Çünki əmr cümləsinin xəbəri adətən feilin əmr şəklində olur. Əmr cümlələrinin sonunda nöqtə işarəsi qoyulur. Bəzən deməli xüsusi hissəyə deyilir, nida işarəsi qoyulur. Artıq bu zaman o nida cümləsinə çevrilmiş olur. Ümumiyyətlə digər nida cümlələri, yəni nəqli, əmr və sual cümlələrinin xüsusi hissəyə deyilməsindən yaranır. Əmr cümlələri, deməli ədatları da işlənə bilərlər. Biz əmr ədatlarında keçmişdik ki, di, qoy, gəl, sana, sənə, gəl, sənə, gör, sənə və s. kimi ədatlar, ha və s. kimi. Yəni əmr cümlələrində onlardan da istifadə olmuş olar. Bayaq da qeyd etdiyim kimi, misal üçün əmr cümləsinə aid əvvəlcə nümunə deyim, tutaq ki, tapşırıqları yazın. Yazın. Bu formada. Sonra isə yüksək hissəyə deyilən cümlələr isə nida cümlələr deyilir. Bayaq da qeyd etdiyimiz kimi əmr, sual və nəqli cümlələrin xüsusi hissəyə deyilməsindən nida cümlələri yaranır. Nida cümlələrinin sonunda nida işarəsi qoyulur. Nida cümlələrinin yaranmasına nidalardan da istifadə olunur. Lakin yəni bütün nida cümlələrində şərt deyil ki, nidalardan istifadə olunsun. Nida cümlələri yəni yalnız intonasiyadan, bir də ki, nidaların köməyi ilə yaranan nida cümlələr olmaqla iki yerə ayrılır. Misal üçün, tutaq ki, deyirəm ki, nə gözəldir, nə gözəl görünür. Bu tipli, yəni xüsusi burada nidadan istifadə olunub, amma nidadan istifadə olunmayan nida cümlələri də var. Bunlar oldu cümlənin məqsəd və intonasiyaya görə növləri. İndi isə şəxsə görə növlərini izah edəcəm uşaqlar sizlər üçün. Ümumiyyətlə, şəxs anlayışı dedikdə adətən biz sintaks bölməsində mübtədanı nəzərdə tuturuq. Bir çox hallarda uşaqlar şəxs deyəndə deyə bilər ki, insan anlayışı. Xeyr, yəni mübtəda. Mübtəda insan anlayışı ilə də ifadə oluna bilər, heyvan anlayışı ilə də ifadə oluna bilər, cansız varlıqları da ifadə edə bilər və s. kimi. Ümumiyyətlə, deməli, sadə cümlənin şəxsə görə növləri deyəndə də biz mübtədanın olub-olmamasına görə yəni müəyyən edirik ki, cümlənin yəni mübtədası var, yoxsa yoxdur.
Deməli cümlələr genişliyinə görə də, daha doğrusu ikinci dərəcəli üzvlərin iştirak edib etməməsinə görə də iki yerə ayrılır. Müxtəsər cümlələr yalnız baş sözlərdən ibarət olur. Misal üçün, mən belə bir cümlə yazsam, mən gəldim. Nə etdim? Gəldim. Kim? Mən. Bu oldu baş sözlər. Deməli, yalnız baş sözlərin iştirakı ilə yaranan cümlə oldu. Bu olacaq müxtəsər cümlə. Geniş cümlələr isə ən azı heç olmaya bir ikinci dərəcəli üzv iştirak etməlidir. Mən dünən gəldim. Tutaq ki, belə bir cümlə yazsam, həmin cümləni genişləndireyim. Dünən gəldim. Nə etdim? Gəldim. Kim? Mən. Gəldim nə zaman? Dünən. Zaman zərfli iştirak etdi. Deməli, bu artıq olacaq geniş cümlə. Ümumiyyətlə, uşaqlar yadda saxlayın ki, iki düz xətt xəbərin, bir düz xətt mübtədanın, düz xətt və dalğalı xətt zərfliyin, qırıq xətt tamamlığın, bir dalğalı xətt isə təyinin şərti işarəsidir. Deməli, cümlənin şəxsə görə növlərində müəyyən şəxsi cümlələr, qeyri-müəyyən şəxsi cümlələr, ümumi şəxsi cümlələr və şəxsiz cümlələr olmaqla ayrılırlar. Müəyyən şəxsi cümlənin deməli qurulmasında mübtəda və xəbər yəni iştirak edir. Müəyyən şəxsi cümlələrin mübtədası olur. Olmasa belə onları biz bərpa edə bilirik. Mən, sən, o, biz, siz əvəzlikləri ilə mübtədanı əgər bərpa etmək olursa, bu cümlələrdə müəyyən şəxsi cümlədir. Misal üçün, tutaq ki, gəldi. Belə bir cümlə yazıram. Nə etdi? Gəldi. Biz deyə bilirik ki, kim? O. Və yaxud da dərslərimi oxuyuram. Dərslərimi oxuyuram. Nə edirəm? Oxuyuram. Nəyi? Dərslərimi. Kim? Mən. Yəni, mən əvəzi ilə ifadə olunur. Bir də qeyd edirəm, əgər mübtədası varsa, müəyyən şəxsi, mübtədası yoxdursa, mən, sən, o, biz, siz əvəzlikləri ilə mübtədanı biz əvəz eləyə biliriksə, deməli, bu cümlələrdə müəyyən şəxsi cümlələr olur. Müəyyən şəxsi cümlələr həm müxtəsər, həm geniş, həm ismi xəbərli, həm də fiili xəbərli cümlələr ola bilirlər. Müəyyən şəxsi cümlələrin deməli, xəbəri müxtəlif şəxslərdə iştirak edə bilir. Yəni, hər üç şəxsin təkində və cəmdə iştirak edə bilirlər. Qeyri-müəyyən şəxsi cümlələrdə isə hərəkət və ya hökmün qeyri-müəyyən şəxsə və yaxud da şəxslərə aid olduğunu bildirir. Burada belə cümlələrə, yəni biz qeyri-müəyyən şəxsi cümlələr deyirik. Qeyri-müəyyən şəxsi cümlələrdə mübtəda olmur və həmin mübtədanı müəyyənləşdirmək də çətin olur adətən. Çünki işin icrası adətən bir nəfər yox, bir neçə nəfər olur. Qeyri-müəyyən şəxsi cümlələrdə biz elə bil, sanki, güya, deyəsən tipli modal sözlərindən də istifadə edirik. Bu zaman deməli işin icrası qeyri-müəyyən deyil, qeyri-real olur. Misal üçün, tutaq ki, deyirəm ki, elə bil uşağın ətini kəsirlər. Ətini kəsirlər. Yəni, iş qeyri-real olur. Bütün qeyri-müəyyən şəxsi cümlələrin xəbərləri üçüncü şəxsin cəmdə olur. Fikir verin buraya. Elə bu cümlədə qeyri-müəyyən şəxslidir və xəbər üçüncü şəxsin cəmdədir. Amma bu o deməkdir ki, harada üçüncü şəxsin cəmində xəbər görürüksə, o qeyri-müəyyən şəxsi cümlədir. Ümumiyyətlə, üçüncü şəxsin cəmdə biz ümumi şəxsi cümlələrdə, qeyri-müəyyən şəxsi cümlələrdə, daha sonra müəyyən şəxsi cümlələrdə bunlar iştirak edə bilərlər. Ona görə də biraz diqqətli olmaq lazımdır. Sırf digər xüsusiyyətlərə də fikir vermək lazımdır. Qeyri-müəyyən şəxsi cümlələr də deməli həm geniş, həm də müxtəsər ola bilərlər. Ümumiyyətlə qeyri-müəyyən şəxsi cümlələrdə adətən biz onlar əvəzliyi ilə mübtədanı əvəz edə bilirik, amma onlar əvəzliyini yəni bərpa edə bilsək də o yenə qeyri-müəyyən şəxsi cümlə sayılır. Ona görə ki, burada yəni onlar çox insanda biz onların kim olduğunu bilmirik. Əgər cümlə bu tipdə olsa, onlar tutaq ki, bizə gəldilər. Cümlədə onlar əvəzi yəni varsa, onlar bizə gəldi. Biz buna müəyyən şəxsi cümlə deyəcəyik. Çünki burada onlar əvəzi, yəni kim sualına cavab verən mübtəda var. Yox, əgər bu onları çıxırıq, sadəcə deyirəm ki, bizə gəldilər. Biz zahirən, yəni öz beynimizdə belə deyək də onları əvəz ediriksə, burada həmin cümlə olacaq qeyri-müəyyən şəxsli cümlə. Bunu da belə yadda saxlayın uşaqlar.
Ümumi şəxsli cümlələr. Ümumi şəxsli cümlələrdə digər cümlələrdən fərqli olaraq hərəkət və ya hökm hamıya aid olur, ümumiyə aid olur. Ümumi şəxsli cümlələrin ümumiləşmiş mənalar ifadə edilir və adətən atalar sözləri və məsəllərdən, aforizmlərdən, hikmətli sözlərdən ibarət. Yəni hər kəsə aid olan fikirlər ifadə olunur. Lakin ümumi şəxsli cümlənin əgər mübtədası varsa, həmin cümləni, yəni ümumiyə aid daha doğrusu fikir ifadə edən cümlənin mübtədası varsa, biz onu müəyyən şəxsi cümlə götürürük. Misal üçün belə bir cümlə yazıram. Daldan atılan daş topuğa dəyər. Bu cümlənin məzmunda hamıya aid olan fikir var. Daldan atılan daş topuğa dəyər. Nəcəf bəy Vəzirovun belə bir əsəri də var. Nə edər dəyər, nə daş. Baxmayaraq ki, fikir hamıya aiddir, lakin bu cümlənin mübtədası olduğu üçün biz bunu müəyyən şəxsi cümlə deyirik. Ümumi şəxsi cümlələrin xəbəri üçüncü şəxsin cəmində və yaxud da ikinci şəxsin təkində olur. Misal üçün biz deyirik ki, nə əkərsən, onu biçərsən və yaxud da tutaq ki, deyirik ki, misal üçün və yaxud da deyirik ki, gecə vaxtı tutaq ki, çölə çıxmazlar. Belə ümumi fikirlər ki var. Baxın, ya ikinci şəxsin təkinə aid olur xəbəri, ya da üçüncü şəxsin cəminə aid olur. Şəxsiz cümlələr, deməli, şəxsiz cümlələrdə biz ümumiyyətlə ümumi şəxsi cümlələrlə qeyri-müəyyən şəxsi cümlələrdə mübtəda olmasa da, biz o mübtədanı deməli müəyyən şəkildə təsvir edə bilirik. Amma şəxsiz cümlələrdə isə biz o mübtədanı ümumiyyətlə nəinki bərpa etmək, heç təsvir belə edə bilmirik. Ümumi şəxsi cümlələrdə yəni mübtəda əlavə etmək mümkün deyil. Ümumi şəxsi cümlələrin xəbəri həmişə üçüncü şəxsin təkində olur. Amma bu o deməkdir ki, bütün üçüncü şəxsin təkində olan cümlələr ümumi şəxslidir. Çünki üçüncü şəxsin təkində olan cümlələr müəyyən şəxsi cümlələr də ola bilər. Ümumi şəxsi cümlə, daha doğrusu şəxsiz cümlələr ismi xəbərli də ola bilər, feili xəbərli də ola bilər. İsmi xəbərli şəxsi cümlələrin xəbəri isimlərlə, bəzi zərflər, ismi birləşmələrlə ifadə olur. Feili xəbərli şəxsi cümlənin xəbəri frazoloji birləşmələr və feilin şəxsiz forması ilə ifadə olunur. Biz şəxsiz formasını keçəndə orada şəxsiz feillərlə tanış olmuşduq. Qeyd etmişdik ki, şəxsiz feillər dilimizdə azdır. Misal üçün tutaq ki, biz ismi xəbərli cümlədə tutaq ki, gözəl gün idi. Nə idi? Gün idi. Necə gün idi? Gözəl gün idi. Və yaxud da tutaq ki, deyirəm ki, məsələyə baxıldı. Niyə deyildi? Baxıldı. Nəyə? Məsələyə. Yəni bunlara fikir verin uşaqlar. Biz bunlar üçün kim, nə, hara suallarına cavab verən mübtədanı heç cür bərpa edə bilmirik, mümkün deyil. Bunlar da olur şəxsi cümlələr. Şəxsi cümlələri qeyd etdiyim kimi həm geniş, həm də müxtəsər ola bilir. Həm ismi xəbərli, həm də feili xəbərli ola bilirlər. Biz bu öyrəndiyimiz cümlələr deməli mübtədanın olub-olmamasına görə cümlənin, yəni şəxsə görə növlər dedik. Elə cümlələr də var ki, belə cümlələrdə isə yalnız mübtəda əsasında qurulur. Yəni cümlənin xəbəri olmur. Bu cür cümlələrə biz adlıq cümlələr deyirik. Adlıq cümlələr mübtəda əsasında formalaşır. Adlıq cümlələr də həm geniş, həm də müxtəsər ola bilər. Adlıq cümlələr əsasən bədii ədəbiyyatda işlədilir, daha çox bədii üslubda işlədilir. Adlıq cümlələrin də öz təyin edicisi olur. Dram əsərlərinin remarkalarında, şeir və qəzet və jurnal məqalələrində daha çox istifadə olunur. Misal üçün tutaq ki, gözəl yaz səhəri. Adlıq cümlələrdə mübtədalar elə ismin adlıq halında olur. Gözəl yaz səhəri tutaq ki. Və sair kimi bu formada veririk. Adlıq cümlələr qeyd etdiyim kimi daha çox bədii ədəbiyyatda işlədir. Və bayaq da biz cümlə haqqında ümumi məlumat verəndə orada dedik ki, modal sözlər, nidalar və ədətlərlə ifadə olunmuş söz cümlələr haqqında danışacağıq. Söz cümlələr bir sözdən ibarət olur və sintaktik cəhətdən üzvlənməyən cümlələrə söz cümlələr deyirik.
Bu söz cümlə vəzifəsinə daha çox ədatlardan hə, yox, bəli, xeyr, əsla, heç, yəni təsdiq və inkar bildirən ədatlar iştirak edir və bəzi modal sözlər və bəzi nidalar iştirak edir. Həmin yəni söz cümlələr deməli belə ümumi cümlənin ifadə etdiyi məna yükünə malik olurlar. Üzvlənməsələr də, yəni bir cümlənin ifadə etdiyi fikri ifadə edə bilirlər. Bəzən söz cümlə bir neçə köməkçi nitq hissəsindən də ibarət ola bilər. Məsəl üçün, tutaq ki, deyirəm, sabah gələcəksən. Cavab verir ki, tutaq ki, hə və yaxud da yox, bəli ola bilər. Bəli, əlbəttə gələcək, əlbəttə və bayaq da qeyd etdiyim kimi söz cümlə bir neçə köməkçi nitq hissəsindən ibarət ola bilər. Bəli, əlbəttə bir modal söz, bir dənə də deməli ədatdan istifadə olunmuş oldu. Söz cümlələr deməli xitablarla da işlənə bilər. Xitabla da işləndə, yəni onun məzmununda heç bir fərq yaranmayacaq. Tutaq ki, deyirəm ki, elə bayaqki cümləni qeyd edim. Sabah gələcəksən. Tutaq deyirəm, əlbəttə qızım. Qızım burada xitab olduğu üçün, yəni söz cümlənin mənasında heç bir dəyişiklik yaramayacaq. Əgər söz cümlədən sonra bir üzvlənən söz gəlsə, tutaq burada desəm ki, əlbəttə gələcəm. Bu artıq söz cümlə yox, yarımçıq cümlə olacaq. Çünki burada gələcəm sözü üzvlənən olduğu üçün, yəni əsas nitq hissəsi olduğu üçün biz bunu artıq söz cümlə adlandıra bilmərik. Deməli, söz cümlələr bayaq da qeyd etdiyim kimi bir sözdən ibarət olsalar, bəzən yəni iki sözdən də ibarət ola bilirlər. Yəni bir cümlənin ifadə etdiyi mənaya bərabər olurlar. Bunlar da uşaqlar olurlar cümlənin şəxsə görə növləri, o cümlədən adlı və söz cümlələr haqqında sizin üçün məlumatlar. Ümid edirəm ki, izahlarım sizlər üçün aydın oldu. Aydın oldusa kanalıma abunə olun, videolarımı bəyənin, şərhlərinizi yazın. Bu qədər uşaqlar, sağ olun.